Eksperimentlərimiz davam edir dostlar. Bu günləri nadində bir nə pişirəcəyik? Lavandalı keks. Bir də kəkliotlu acı badam yağında biber salatı düzəldəcəyik. Mənə özəl, çünki mən bilirsən ki, diyetadayam, şinyət yemirəm. Mən də ilk dəfə dadına baxacağam. Videonu axıra qədər izləyin. Möhtəşəm nəticəni hamımız bir yerdə görəcəyik. Yəni bu lavanda xüsusi olaraq Garden Marketdə yetişdirilir. Yəni bu lavandadan başqa heç bir yerdə yoxdur. Və bunun bir dənə ətrinə bax. Deyirəm axı, bunun forması da o deyil. Bu bizə özəldir də. Bəli. Xüsusi bu bəslənili və bu vəziyyətə gəlib çıxıb. Birinci keksi pişirirsən də. Xeyr, birinci geyimimizi geyinirik, əcələrimizi taxırıq sonra. Davay. O bir dənə o şey effekti verək. Belə. Birinci şəkər tozunu 280 qram əlavə etdik. Novruz gəlir qabağına. İndi də hiss eləmək lazımdır. Bilə-bilə vermişdin çatdağı. Yox, çatdaq deyildi. Teymur, birinci yumurta ilə şəkər tozunu bax belə qaçışdırırıq. Lavanda çox faydalı bitkidir. Əlbəttə ki. Eşitdim ki, bu günlər az yatmısan. Bax, yuxuya çox qəşəng təsir eləyir. Sinir sisteminə yaxşı təsir eləyir. Sakitləşdirir. Bundan istifadə edirsən gün ərzində. Çayda istifadə etmək olur. Bəli, çayla onu deyəcəkdim ki, birazdan özüm bir dənə qəşəng keçən səfər dəmlədin ha, o cürlə yox, yaxşı deyil. Yaxşı dəmləməmişdi. Bu dəfə lavandalı çay içərik. Yarınmıram. O qədər şey eləyirəm. Çay deyirsən, əti də sən qaraltmışdın da. Niyə? Hamısı yedi, nə? Heç kim işini saxlamırdı. Niyə? Az yeməyək. Yağı evdə normalda şeydə əritməz, qazanda biz kofe. Gələn səfər bunu da kofe dəmləyəcəm. Çayımı xoşlamır, kofemi yəqin xoşlayar. Yağı əritməliyik. Bax, mənə görsən stressə salırsan sən. Stressə salanda mənə avtomatik olaraq dərimdə səpkilər yaranır. Ona görə nə etmək lazımdır? Lavandadan istifadə edirəm. Lavanda səpkilərə də yaxşı təsir göstərir. Növbəti prosesimizdə biz əlavə edirik bura Garden Marketdə yetişdirilmiş lavandanın belə dənəciklərini. Çox eləmək lazım deyil, çünki dadı itə bilər. Ümumiyyətlə bu bitkinin iyi də insanı sakitləşdirir, qoxusu. Qabartma tozu nə qədər qatdın ora? Qabartma tozu bir paska kifayət, bir paskadan biraz az. Yenə də qaçışdırırıq belə. Bir də duz əlavə etmək lazımdır. Qaçışdırırıq. Mən görmüşəm belə şirniyyatlara duz qatırlar. Bunun mənası nədir? Belə dədə-babadan deyirlər halallıq üçün. Ver mənə qarışdır. Biraz qaçışdır. Mən çək. Bir dəqiqə mən südü əlavə edeyim. Mənim gözüm tərəzidir. Bilirəm. 80 qram nə qədərdir. Öz aramızda belə keçirsən anan elənsə üstündən yoxsa ya? Yox. Qaçışdır, saxlama, qaçışdır. Biraz sulu oldu elə, bir eybi yox, qaçışdır. Bunu şəkər tozu itənə qədər qarışdırmaq lazımdır. Bəli. Hiss olunmamalıdır bunun içində şəkər tozu. Qəti. Hər dəfəsində bir hadisə baş verir, ondan sonra yadıma düşür. Bax, görsən əzələ ağrısı var bu dəqiqə məndə. Əzələ ağrıyır. Lavandadan yenə istifadə etsin, lavanda ona da kömək edir. Bunların hamısı dəqiq məlumatlardır. Yəni hər dəfə yadıma gələ deyirəm. İsti yağı əlavə eləmək olmaz, gözləməliyik ki, soğusun. Bir dənə pəncərədən mən açım bunu qoyum, sən qaçışdır. Mən qoyuram, nəhət onu. Ona görə qoyuruq ki, istidir, yağımız sərin olsun, soğusun. Yuxarıdan qoy. Yoxdur, hara qoyum, yerə atın. Hər şey qatandan sonra unu da əlavə edirik. Unu biraz tez əlavə eləməyik, biz yadımdan çıxmışdı. Teymur, fikrim burada olsun, senaryo oxuma. Nə qəşən papağım var? Qəşən günün olsun. Hada? Bu balıqxanada papaqçı var, Talih kişi. Sən də ondan almısan? Hayır. Mən də, sağ olsunlar. Bir günə tikdilər, verdilər. Verdilər mənə ki, bəs şeydir, sənə özəl deyil, heç kim özəl tutmır. Hər kəs üçün özəl tikilir orada. Yüksək keyfiyyətdir. Teymur, yağımız soğudu, əlavə edirik. Bunu da qaçışdırırıq. Qoxusuna bax bunun. Bilirsən də, burada istifadə olunan demək olar bütün məhsullar Garden Marketdən.
Qarda marketdən? Bəli, bəli. Bütün məhsullar Qarda marketdən gəlir. Süd hardan gəlir? Süd isə xüsusi olaraq Laçından gəlir. Laçında Laçından xüsusi gəlir. bəslənmiş heyvanların südüdür. Mən Ta ağartı məhsullarını, Laçından bura qədər ağartı təşkil məhsullarını olunur və mən özəl istifadə olaraq edilir. sevirəm deyə ondan aparacam evə. Bəli, bəli. Hər bir şey yəni təbiidir, orqanikdir. Kekslərimizi qəlbə əlavə edirik və belə kağızlardan istifadə edirik. Çox möhtəşəm görüntüsü var. Hadi qəşəng görsənəcək. Bunları necə almısan? Hardan almısan bunları? Bunları Ona reklamını eləyirik. ha, bu 28 deyil. Sən bu qədər şeyə belə rasxod eləmisən. Xal təkə bir dəqiqə. Soyuducu. Var, bu dəfə biraz doludur. İndi salat üçün olan ləvazimatlarımız oradadır. Göy göyərtini də mənə almısan. Burada da işi yoxdur. Bəli. Bu çörəkdir. Operatorumuzun çörəyidir. Səndən bir dənə xahişim var. Bir dənə belə elə. Hə. Bunlar yığışsın. Aha. Tamam. Davam edirik. Buyur. Tut bunu zəhmət olmasa. Oyda, ən çətin məqamlardan biridir ya bu dəqiqə. Bəli. Ən əsəb olacağımız məqamlardan biridir. İndi başlayırıq bunu bax. Eybi az Tam oldu. ağzını necə doldurmuruq. Hə, şişəcək də o. Bəli. İndi hal-hazırda eksperiment aparırıq. İlk dəfədir lavandalı keks bişirirəm. Ümumiyyətlə sənin belə şirniyyatla bağlı təcrübən var, Nadir yoxsa? 何お前はもう死んでいる。 Mən kameraya düzəldim. Hə, Teymur, kekslərimizi artıq qoyuruq bişməyə. Teymur, Bəli. bəzən bir qoxu bütün hekayəni tamamlayır. Keksin içində olan lavanda kimi. Lavandanı düzgün istifadə edəndə möhtəşəm dad verir. Düzgün istifadə eləməsən nə olacaq? Sabun. Ben sabun pişirmeyeceğim. 170 dərəcədə qoyuruq bişməyə 15 dəqiqə kifayətdir. 15 dəqiqə gözləyirik. Gözlə. Peki o vaxta qədər kremini düzəldək. Gözlə. Doğrudan kremini düzəltmirsən. Deməli Teymur, qaymaq əlavə etdik, üstünə qatlaşdırılmış süd və indi biz onu bir yerdə mikserlə çırpmalıyıq. Keksin kremi qatılaşdırana qədər, ağ rəng alana qədər mikserlə Çalxalamaq qaçdırmalıyıq. Bəli. Teymur, keksimiz hazırdır. Bax. Bir dənə qoxusuna bax bunu. Lavandanın qoxusu gəlir. Gəlir, lavandan qoxusu, çox dadlı qoxu gəlir bundan. Kremimiz hazırdır. Kremin içinə Garden Marketdə xüsusi hazırlanmış lavanda boyası əlavə elədik. Ümumiyyətlə Garden Marketdə istehsal olunan hər bir məhsul təbii və orqanikdir. Bu möhtəşəm kekslərimiz hazırdır. Mən ilk dəfədir ki, görməmişəm sözünü. Sən görmüşdün lavandalı Mən də keks, görməmişəm. Mən də görməmişəm. Özümdə bir eksperiment apardım. Görünüşü də çox gözəldir. İlk eksperiment Bakıda və yaxud da Azərbaycanda, ümumiyyətlə dünyada bizdə olan Bəli, nələrdən bu lavandalı keksi biz pişirmişik. Mən görməmişəm, yalan deyirəm. Yeyib dadına baxım. Əgər bir şey olmayacaqsa özüm də yeyəcəm. Buyursun. Buna var rezin kimi. Yey, dişdə də Yaxşı. gerçəkdən. Düzünü də. And içə bilərəm. Yox, and içmə. İnan, hamısı inanır sənə. Qaymağı ayrıca bir dad verir yuxarıda, damğa deyəndə. Keksi də ayrıca dad verir dilimə deyəndə belə. İkisi bir yerdə yaşan qəşəng. Teymur yedin. Xoşuna gəldi. Çox sağ ol. Əgər sənə bir şey olmadısa, onda biz hər kəsə məsləhət bilirik. Yəni kimsə istəsə, sifariş verə bilər, biz bişirib təqdim edə bilərik. Puluna minnət. Deməli biz kameraları söndürəndən sonra Nadir yandan düşdü ki, bu üstünü bəzəməmişik. Nadir indi bunun üstünü bəzəyəcək. Oradan yox, onlar çəkilir. Arkada yumursa, onlar götürüb bəzə. Yo, onu demə, çıxdı, onu bəzəməliyəm o şeylə, Yo, güllü. balaca gülü qoymalıyam. Operator qardaş, zəhmət olmasa mən buna. Orada Lavandanın var. Dərir amma. Bu xüsusi olaraq Garden Marketdə yetişdirilən yumağa ehtiyac yoxdur. Sadəcə bəzək üçün biraz biz bunu
Lavandanın çiçəklərini biz əlavə edirik. Mən də elimdən. Üçün az deyə Teymur. Biber salatını başlayaq hazırlamağa. Bu biberlər də xüsusi olaraq Garden Marketdə Nə gözəl. yetişdirilir. Biber salatına gedir deməli rəngli biberlər, toyuğun sinə əti, şor xiyar, şüyüd, kaxıl zövqə kaxılı. görə, duzlu yoxdur zövqə görə. Təbii bu salatı hər kəs hazırlaya bilər, çox asandır. Biz eksperimenti hansı yağla aparırıq? Kəkliyotu əlavəli acı badam yağı ilə aparılır. O yağda bax bu yağdır. Görsən? İçində bunun kəkliyotusu var. Bunun içindəki kəkliyotu Laçından gəlib. Yusif dayı var Laçında. Orada təbii meyvəsidir, otlarıdır, onlar yığılır, orada hazırlanır. Sonra da satışa çıxarılır. Sən o qədər satılıb ki, o qədər keyfiyyətlidir ki, biz bundan güclə tapmışıq. Nadir. Görünür ha, bir dənədir. O vaxt insanlar rahat və qorxusuz yatmaq üçün bilirsən nədən istifadə edirdilər? Nədən Nadir? Kəklikyotudan. Necə kəkliyotu? Onu yatanda balışın altına qoyurdular. Fərziyə görə kabuslar yox olurdu. Balışın altına qoyanda. Hələ fərziyə var, hələ deyilir, bəli. Sən tarixdən danışdın da, indi mən də birini deyim. Qədim Yunanistanda, Romada bu həm də güc rəmzi olaraq tanınırdı. Bəli. Hal-hazırda da istifadəsi davam edir. Əsasən çayxanalarda. Toyuğun sinə əti. Onu da doğrayıb əlavə edirik. Biber əlbi çox idi. Necə oldu bu? Kimsə var orada? Öskürək və bronxit üçün yaxşıdır. Bəlğəm yollarını açır. Həzm sistemini rahatladır və şişkinlik mədə spazmını azaldır. Bəyalara lavandayı dediyim kimi sinir sistemini sakitləşdirir, insan rahatlaşır. Bəhbəhlə təriflədiyin o yağı zəhmət olmasa əlavə et. Teymur, buna nə dedilər? Soyuq sıxında. Teymur, yaddan çıxan qarğıdalını da əlavə edirik. Elə. Öldüm ağzından. Sənin üçün qəşəng bunu servis edin. Öz zövqünə görə. Son toxunuşu mən yeyəcəm. Bəli. Mən bu salatdan yemişəm. Amma Harda hal-hazırda yemirsən? orada Bundan məni maraqlandıran Aha. kəklikyotlu acı badam yağıdır. Görək bu ilə necə dadır. Bir dənə dadına bax. Mənim növbət dəfə sənə sürprizim var. Bizim belə efir yağlarımız var. Onunla bağlı növbəti dəfə sənə Lavandalı. Bəli. Növbəti dəfə indi yox. Sən indi bunun dadına bax. Fikrini bildir. Nice. Çox fərqlənir. Doğrudan. Çox sağ ol. həddindən çox fərqlənir. Sənə nuş olsun, tez salatovu yeyi. Amma sonra bir dənə qəşəng lavandalı çay dəmlə, bişirdiyimiz kekslə içək o çayı ağırın qarşısında. Gözləyirəm, xəbər eləyərsən. Yaxşı. Sağollaşmadın mı? Belə dostlar, sağ olun, salamat qalın. Dediyimiz kimi, gələn videoda qəşəng bir yağdan yenə bir eksperiment aparacağıq. Videonu like eləməyi, kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşmək ümidilə, sağ olun, salamat qalın.